Heç kimin bostanına daş atmaq istəmirəm. Tanımayan, salam, duet oxuyaq. Bacanana can qurban. Yəni bu insanlar sevilməsə, qəbul olunmasa, hamı bir nəfər kimi onun ağzından çıxan hər belə sözü, hər kəlməni belə bilirdi ki, nəsə deyəcək. Ya ben inandım ki sen bana aşıksın. Biraz onu elimden alıp hardasa. Mənim həyatıma elə bir insan gəlsin ki, belə bir ki, oxuyub deneyinirik ki. Ona görə mənim o yaralı yerim olub həmişə, qorxurdum. Haluk Levent'in konsertini görəndə dedim ki, Gəncəliləri maraqlı, gözəl, özəl gün gözləyir. Əziz dostum, Hacıbəy Heydərliyə. Sevgilim, tut əlimdən. Salam, hər vaxtınız xeyir olsun. Ulduzlu Saatı izləyirsiniz. Bugünkü qonağımız gözəl səsi və səmimi enerjisi ilə seçilən dəyərli müğənnimiz Çinarə Məlikzadədir. Çinarə xanım, xoş gəlmisiniz. Xoş gördük. Çinarə xanım, konsertə son bir gün qaldı. Hazırlıqlar bitirmi? Gəncəliləri hansı sürprizlər gözləyir? Konsertə artıq son bir gün qalıb. Təbii ki, hər zamanki kimi həyəcan var. Hazırlıqlarımız oldu. Gəncəliləri, belə deyim də, maraqlı, gözəl, özəl gün gözləyir. Həyəcanlanmamaq üçün səhnəyə çıxmazdan əvvəl etdiyiniz bir ritual varmı? Yoxdur əslində. Onu bilsəydim, kaş biləydim ki, onu yox etmək yolunu tapa bilsəydim çox yaxşı olardı. Çünki bu həyəcan məndə ta illər əvvəldən var. Əslində lap balaca vaxtı, uşaq vaxtı yox idi. Nədənsə zamanla elə bir yaş üstünə yaş artdıqca, böyüdükcə daha çox məsuliyyət mi yarandı məndə, nə oldu bilmirəm. O bir var normal həyəcan, bir də var məndəki artıq həyəcan deyil, panik atak kimi bir şeydir ki, mən səhnəyə çıxanda bir boğulurdum, nəfəsim kəsildi, boğuluram, oxuya bilmirəm. Çox pis bir şeydir, amma artıq zamanla aşmışam bunu. Bu daha çox məndə yarışmalarda baş verirdi, amma artıq şükür Allaha ki, görürəm ki, nəsə yavaş-yavaş aşmışam bunlar. Son bizim Heydər Əliyev konsertində orada o qədər də yox idi. Biraz düzdür, xəstələnmişdim, amma əvvəlkilərə nisbətdə yox idi. Tam keçib deyə bilmərəm. Bəlkə nəyinsə rahatlığı idi. Ola bilər, bilmirəm. Amma əksinə orada daha çox narahat idim. Çünki xəstə idim, ona görə xəstə səhnəyə çıxmışdım. Bilmirdim necə olacaq. Yəni ilk solo konsertim idi. Böyük təbii ki, ilk solo konsertim idi. Ona görə biraz daha çox narahatçılıq var idi, məsuliyyət var idi. 14 noyabr Heydər Əliyev adına Sarayda konsert, 14 fevral Gəncə konserti və 14 mart Sumqayıt konserti. 14 rəqəminin xüsusi bir səbəbi var. Məndə əslində xüsusi bir səbəbi yoxdur. Sadəcə olaraq birinci konsertimiz düşünürəm ki, uğurlu olduğuna görə bizim menecerimiz Toğrul belə qərara gəldi ki, belə fevralında 14 olsun, martında 14 olsun. Onların mənaları var, sadəcə olaraq mən daha yaxşı bilmədiyimə görə yalandan deməyim burada. 1 ilə 4-ün rəqəminin mənası var, onu Toğrul daha yaxşı bilir. Ümumiyyətlə bu cür inanclarınız var? Yox, əslində məndə yox. Toğrul da var. Boş sala konsert vermək qorxunuz varmı? Ay, həmişə inanırsız konsert eləməmə səbəbim olub bu. Həmişə deyirəm ki, olsun, başa düşdüm. Hamı deyir ki, sən bunu çoxdan eləməydin, falan şey olmalıydı, belə olmalıydı. Deyirəm, biletlər satılmasın. Mən deyirəm, pul falan qazanc düşünmürəm. Deyirəm, mən boş sala konsert vermək istəmirəm. Ona görə mənim o yaralı yerim olub həmişə. Qorxurdum, biletlər satılacaq. O qədər qorxurdum ki, onu yəni etiraf elədim hətta səhnədə də. Sağ olsunlar, məni sevənlər, izləyicilərim, dinləyicilərim tək qoymadılar. Orada mənə böyük güc verdilər, gözəl, pozitiv enerji ötürdülər. Ona görə artıq belə deyim də, o da biraz gedib qorxum. Çünki güvən yaranıb məndə ki, artıq gələcəklər. Böyük səhnə təcrübəniz var. Bəli. Konsertlə bağlı biraz ipuçları vermək istəyirsiniz? Bunlar məni sürpriz ediblər deyəsən. Oo, nə gözəl. O necə gözəl. sürprizdirsə.
Ay, çox şeydən xəbərim yoxdur mənim. Əslində sözün düzü mənim də çox xəbərim yoxdur. Konsertdə nə baş verəcəyindən. Özümə də sürpriz olacaq. Çünki bilmirəm mənə nə sürpriz hazırlayıblar. Çünki dedi ki, sən bunları bilməməlisən. Hər şey qoy təbii yaşansın. Bilmirəm duet ortaqlarımız mı olacaq, kimlər olacaq, nə olacaq. Bizim ilk bilet alanlara nəsə bir jest olacaq səhnədə. Ona görə tam bilmirəm nə baş verəcək. Özümə də maraqlıdır, özümə də sürprizdir. Əslində mən sürprizləri çox sevirəm. Ona görə belə olmağı xoşuma gəlir. 2025-ci il sizin üçün eyni zamanda Laçında bərabər yürüdük, biz bu yollarda ifası ilə yadda qaldı. Bu ifadan cənab Rəcəb Tayyip Ərdoğan çox təsirləndi. O çox sevdiyi üçün bu mahnını məqsədli seçmişdiniz. Əslində bizim mahnıları özümüz seçməmişdik. Onlar seçmişdilər. Bizi konsertə dəvət edənlər seçmişdilər. Və mənə də 2 mahnı təklif elədilər. Biri bir şarkısın sən oydu, biri də bərabər yürüdük. Mən bu 2 mahnını da tanıyırdım, təbii ki dinləmişdim. Sadəcə olaraq heç bir yerdə ifa eləməmişdim bu mahnıları. Mənə də gecə dedilər ki, bəs seçməlisən, tez qərar verməlisən. Ay Allah, mən də qaldım ki, necə qərar verim? Gərək oxuyum, bir səsində eşidim ki, hansı yaxşı səslənir. Gecə də saat bilməm neçə idi. Bizim də qonşularımız biraz problem eləyəndilər. Yəni normal olaraq da, yəni gecə səs gəlməsin, oxumayın, yatırıq. Mən də deyirəm, ay Allah, mən harda oxuyum? Getdim, girdim otağa, orada başladım mahnıları oxumağa. Nəsə gördüm ki, bu mahnıda bərabər yürüdükdə nəsə gördüm ki, mənə tutdu da, dəydi mənə, xoşuma gəldi. Bu məndə bir ehtiyacı vardı, olmuşdu. O mahnını başdan axıra kimi bilmirdim ehtiyacı var. Mən evdə oturdum, onun nəqarətini oxuyanda mənə tutdu mahnı, nəsə duyğusal oldum. Ona görə o da elə uğurlu oldu, partladı. Və bu mahnı da elə oldu. Evdə belə oxudum, düz ürəklə oxuya bilməsəm də evdə oxudum, nəsə gördüm ki, bu daha yaxındır mənim duyğularıma və belə qərara gəldik ki, mən bu mahnını oxuyum. Çox da uğurlu alındı. Əmrah özü də ehtiyacı var ifanızı paylaşdı, bəyəndiyini qeyd etdi. Sonradan hər hansı bir təklif və ya ünsiyyət oldu mu? Əslində belə deyim ki, Əmrah məni bu mahnı ilk çıxandan paylaşıb, yəni təzəlikcə paylaşmayıb. Mən bu mahnının akustik versiyasını çıxartmışam. Sonra İstanbulda Haluk Leventlə işlədiyim zamanlarda onunla birlikdə onun rock versiyasında çıxartmışdıq. Təbii ki, Haluk Leventin istəyi ilə olmuşdu bu. Ondan sonra çox ifa eləmişəm və çox fərqli şəkillərdə paylaşılıb bu sosial mediada məndə və hər paylaşımımda da Əmrah bunu paylaşıb, mənə təşəkkürünü bildirib. Yəni deyir ki, bu mahnının yeri məndə başqadır da, mənə belə yazmışdı. Çox sağ ol, qəşəng, gözəl yorumladığın üçün. Və ondan sonra onun əslində bir görüşməmiz o vaxt olmuşdu, dediyim ki, mən İstanbulda yaşadığım ərəfələrdə menecerləri ilə falan da görüşmüşdük, eləmişdik. İşlə barədə danışıqlar getmişdi, müzakirələr olmuşdu. Hətta deyirlər ki, bizim bağda deyir, həmişə Əmrahın yoldaşı, ancaq sizi dinləyir də, çox bəyənir, xoşu gəlir. Orada əslində bir çox sənətçilərlə münasibət vardı. Sadəcə olaraq nəsə o işbirliyi demək istəyirsinizsə, o dəqiq gəlməyib. Nəsə danışılıb sadəcə olaraq. Bilmirəm, qalıb, ya mən bura gəlmişəm, ya nəsə alınmayır, belə bir şeylər olur. Mustafa Ceceli, Haluk Levent və Rafet El-Romanla duet ifa etmisiniz. Bu üç sənətçinin səhnə enerjisi və iş üslubu arasında fərq nədədir? Mən deyim ki, Rafet El-Romanı əvvəla sadəcə səhnədə gördüm. Səhnədə bir yerdə çıxış elədik. Yəni səhnədən qabaq görməmişdim, elə səhnədə gördüm. O sürpriz oldu o da. Onu tam deyə bilməyəcəm. Amma Mustafa Cecelini studiya şəraitində gördüm. Onun məşq prosesini gördüm və çox bəyənmişdim səhnədə. Səhnədən öncə məşq proseslərini çox bəyəndim, çox xoşuma gəldi. Onların o professionallığı, hazırlıqları çox möhtəşəm idi, çox yaxşı idi. Onun konsertində mən oxumuşdum onunla bir yerdə. Və Haluk Leventi də, onu da yəni çox bəyəndim. Mən sizə bir şey etiraf edeyim ki, mən İlyas Yalçıntaşla da burada səhnə almışam əslində. Sadəcə olaraq onu da çox tanınmırdım, ona görə xəbəriniz olmaya bilər, normaldır.
Mən həmişə qadın müğənniləri daha çox sevmişəm, daha çox xoşuma gəlir və daha çox maraqlı gəlib mənə. Yəni bilmirəm, kişi müğənnilərini o qədər də bilmirəm, ilgimi çəkməyib də, maraqlı gəlməyib. Amma mən bu Haluk Levent'in konsertini görəndə, mən onun hər konsertində oxuyurdum o ilə bir yerdə. Onu görəndə dedim ki, necə gözəl, necə möhtəşəm səhnəsi var da bu adamın. Yəni həqiqətən onun Haluk Levent'in enerjisi deyə bir şey var. Yəni hərəsinin özünə məxsus enerjisi var da, belə deyim. Sadəcə olaraq mən onun konsertində tamaşaçı kimi oturmuşam, deyə baxmışam. Ona görə ondan rahat danışa bilirəm. Digərlərində tam bilməmişəm. Yenidən seçim imkanınız olsa, hansı mahnını, hansı sənətçi ilə ifa etmək istərdiniz? Bu haqda heç düşünməmişəm. Sözün düzü, mənə o qədər duet təklifləri gəlir ki, yəni kim gəlir, tanıyır, təzə tanıyan, tanımayan. Salam, duet oxuyaq, salam, duet oxuyaq. Yəni o qədər bezmişəm ki, bu duet sözündən, duet oxumaqdanmı deyim, sözündənmi deyim. Oxuduğumdan çox təkliflər gəlir, hələ çoxsunu istəmirəm. O yorulmuşam deyə inarsız o haqqda heç düşünmürəm də, yəni hələ orada qalıb. Düşünürəm ki, yəni duet oxumaqla, yəni illa da duet oxuyum deyə oxumaq istəmirəm də, yəni hə, bizim də duetimiz olsun deyə yox. O haçan ki o mənə hissiyə, məsələn Xəzər Süleymanlı ilə biz neçə illik dostuq. Hər dəfə də deyirdi ki, bir proyekt eləyək, nəsə oxuyaq, nəsə oynayaq. İnarsız mənə öz gəlməlidir. Və birdən-birə zamanla gəldi. Dedim ki, hə, burada Xəzər lazımdır, məsələn, bu mahnıda. O hissiyatla səmimi olanda, səmimi yanaşanda, onda daha yaxşı olur, daha uğurlu olur. Nəinki mən bu ilə oxuyuram. Çoxsu mənə elə yanaşır da, mən bu ilə oxuyuram. Yəni, plankəstlərlə oxuyub qabağa getmək deyə bir şey yoxdur. Müvəqqəti olacaq. Özün yüksəlməlisən, özün öz işıqla güvənməlisən ki, yəni, sonra onlar yanında olmayanda boşluğa düşməyəsən. Ona görə məncə insan gərək özü yüksəlsin. Mən özümə istəyirəm, hər şey özümə arzulayıram. Duet falan lazım deyil. Olsa da olar, demirəm. Amma ki, yəni, belə planımda yoxdur da, sırf duetə yönəlik bir fikrim yox. İranda son aksiyalar zamanı populyarlaşan Xudahafiz mahnısını ifa etdiniz. Çox maraqla qarşılandı. Maraqlıdır. İrandan reaksiyalar oldu mu? İrandan belə deyim də, mənim demək olar ki, ən çox izləyicim statistikadadır, belədir, Instagram və statistiklərdə İrandandır. Cənubi Azərbaycanlılar məni çox istəyir. Mənim çox konsertim olub, Van'da olub, Antalyada, Alanyada, yəni çox olub. Onlarla çox görüşümüz olub. Bakıda da olub, hətta Filarmoniyada mənim konsertim olub. Yəni onların sevgisinə mənim sözüm yoxdur, şübhəm yoxdur. Zaten mənim ağlımda var idi o mahnını ifa eləmək, oxumaq. Çünki çox möhtəşəm bir mahnıdır həqiqətən də. Onlar da mənə yazırdılar ki, sizdən dəstək. Yəni o mahnını hər dəfə mənə zaten bütün günü yazırlar onlar. Və mahnılar mənə önərirlər ki, ən çox Quşu önərirlər onların sevdikləri müğənni. Sonra Hayedek var, onu önərirdilər ki, yəni Sezen Aksu, yəni bu sənətçilərə deyir daha yaxınsan. Həmişə ona görə onları mənə göndərdilər mahnılarını ifa elə. Mən də nəsə düşündüm ki, mən bunların sevgisinə, yəni laqeyd yanaşa bilmərəm. Ona görə bu mahnıya müraciət elədim. Çox gözəl də qarşılandı. Hətta deyərdim ki, 3 milyon oldu. Instagramda artıq çox yaxşı qarşılandı. Hətta sənətçinin özü də məni bəyənmişdi. Tat, ləzgi, talış, hətta fars dilində mahnılar oxumusunuz. İdeya necə yaranıb? İdeyam əslində mənim bu ideyam əvvəldən var idi. Hələ təzə-təzə tanınmağa başlayır. Sözləri necə yadda saxlayırsınız? Sözləri əslində keçə sormama görə sən o sözləri necə əzbərləmisən? Deyirəm, əzbərləmədim ki, orada yazdım, üzündən oxudum. Yəni çox gec yadımda qalır. Əslində mənim çox zəif yaddaşım var. Bu ideya da məndə həmişə olub və yeni layihələr olacaq. Gözləyin, maraqlı layihələrimiz var. Mənim bu ideyalarımı yavaş-yavaş həyata keçirdirəm və əslində başqa ölkələrin dillərində də oxumaq istəyirəm. Sadəcə olaraq dedim ki, Azərbaycandan başlayaq. Hətta biz bu talış dili, tat dili oxumamışdan qabaq da biz bölgələrimiz haqqında mahnılar oxumuşduq. Mənim musiqiçi, aranjmançı dostum Rasim Əsgərlə birlikdə. O da uğurlu alınmışdı proyekt. Gəncə ilə bağlı, Lənkəran, bütün bölgələrə aid mahnılar oxumuşduq.
və qərara gəldik ki, gəl yenə də bu müxtəlif dillərdə eləyək və inşallah başqa dillərdə də oxumaq istəyirəm, oxuyacağam. Sırf trendə düşmək üçün bəyənmədiyiniz bir şey görmüsünüzmü? Yox deyəsən, yadıma gəlmir heç. Olsa yəqin yadımda qalardı da, heç ağlıma gəlmir. Maraqlı sualdır amma. Hazırda kütlə daha çox bayağılığın arxasınca gedir. Tələbat daha çox onlaradır. Belə deyə bilərikmi? Ümumiyyətcə dünyada belədir ki, keyfiyyətli musiqiçinin dinləyicisi az, yəni bu hər yerdə belədir, dünyada belədir. Sadəcə olaraq mən biraz öz işimlə məşğul olan adamam deyə heç kimin bostanına daş atmaq istəmirəm, yəni. Bacanana can qurban, onlar da işləyir, zəhmət çəkir, oxuyur. Yəni bu insanlar sevilməsə, qəbul olunmasa, yəni, oxumazdılar da. Demək ki, sevənləri var, izləyici kütləsi var. Onu necə dana bilərsən? Ona görə hər kəsə uğurlar arzulayıram. Dinləyicilərdən aldığınız ən maraqlı reaksiya nə olub? Belə deyim də, mənim bir sadiq izləyicim var. Yəni hər yerdə yazır mənə, hər dəfə də bizə zəng eləyir, danışır. Biz efirə gedəndə maşınla gəldi, düşdü arxamızca. Gəldi belə böyük buketlə, hədiyyəsi ilə. Yəni keçən səfər də görürəm ki, bizim bir əməkdaşımız var, Dəniz xanım. Ondan görürəm əlində belə yükə nəsə çoxlu əşyalar var, gəlib. Deyirəm bu nədir? Deyir ki, Əfsanə xanım göndərin. Həqiqətən də yəni böyük hədiyyələr idi, gəlmişdi. Yəni heç gözləmədiyim anda gəlir. Yəni deyim ki, hansısa bir günə özəldir. Yox. Sadəcə olaraq sağ olsun sevgisindən göndərir. Sadiq izləyicimizdir. Aktyorluq təhsili mahnını səhnədə necə ifa etməyinizə təsir edir? Deyərdim ki, çox önəmlidir. Əslində çox yaxşı bir şeydir həqiqətən də bir müğənni üçün aktyorluğu bacarması. Çünki mahnını oxuyanda onu başa düşmək, onu yaşamaq, hiss eləmək və o hissiyatı, duyğunu insanlara düzgün çatdırmaq. Bizim Mirzə Babayev kimi məsələn, o da ikisini çox gözəl istifadə edə bilirdi səhnədə. Gələcəkdə kino və ya teatr səhnəsində rol almaq planınız var? Gələcəkdə planım yoxdur. Əslində aktrisalığı çox sevirəm, çox bəyənirəm. Sadəcə olaraq biraz utancaq bir insan olduğuma görə çətinlik çəkirəm. Amma filmlərdə çəkilmişəm təbii ki. Türkiyədə də bir filmdə çəkilmişəm. Yəni burada da İlham Qasımovun Qız Qalas filmində oynamışam. Yəni biraz mənə görə necə deyim, çox çətin proses idi təbii ki. Mənim bu işlərimlə paralel biraz çətin gedirdi. Amma ki, çox yaxşı idi, maraqlı idi. Bilsəm ki, sırf aktrisayam, onda əməlli başda ona odaklanaram. Hətta bu yaxınlarda Ləzgi mahnımız bizim çox sevildi, təbii ki. Çox bəyənildi insanlar tərəfindən. Ona görə bir rejissor bizim Toğrula təklif edib ki, filmdə çəkilsin. Ləzgi film idi səhv eləmirəmsə. Nə cavab verdiniz? Sadəcə olaraq vaxtımız olmadığına görə, biraz başımız konsertlərə qarışıb, öz sənətimlə məşğul olduğuma görə yox cavabı verdik. Bu arada sizin paylaşımlarınızda da qabiliyyətiniz hiss olunur əslində. Baxışınız, mimikalarınız. Hətta rəylərdə yazıblar ki, bu xanım o oğlana aşiqdir. Baxışını görmüsünüz onlar. O məndə bilirsiniz necədir? Mənə artıq o normal gəlir. Çünki normallaşıb. Kimlə oxuyurdum əvvəldən? Mənim yanımda ümumiyyətcə kim olub? Kimlə oxumuşam? Hamı elə bilib ki, bu qız ona aşiqdir. Hətta Baxtiyar Özdemir var Türkiyədə. Türkiyəli müğənnidir. O ilə də bizim duetimiz var idi. Getmişdim Bursaya, oğlanı ilk dəfədir görürdüm orada. Oxuyanda belədir. Ya mən inandım ki, sən bana aşıqsın. Necədir inandım ki, sən məni sevirsən. Çox inandırıcı oynadım. Gözəl baxırsınız da ona görə eyni o dediyim. Xalq artistimiz Yaşar Nurinin tələbəsi olmusunuz. O illəri necə xatırlayırsınız? O illər çox həqiqətən mənim üçün dəyərli, özəl illərdəndir. Maraqlı günlərimiz olub bizim universitetdə. Hərdən arada gedəndə xatırlayıram, yadıma düşür. Belə deyim də, Yaşar müəllimi həqiqətən də biz hamımız çox sevirdik uşaqlar. Yəni o dərsə gəlməyəndə
ürəyimiz partlayırdı da, darıxırdıq ki, ayda bir dənə gələrdi. O qədər gözəl enerjisi var idi ki, o insanın həqiqətən çox belə müsbət aurası var idi. Çox gözəl enerjisi var idi. Bizə çox, necə deyim, xoş təsir bağışlayırdı. Biz ancaq onun, yəni məsələn dərslər var ki, hər öz işində gücündə olur, hamı söhbət eləyir, qulaq asmır. Amma Yaşar müəllim elə bir insan idi ki, onun dərsində ona qulaq asmamaq mümkün deyildi. Yəni hamımız ona belə kitlənib qalırdıq da, odaqlanırdıq ona. Yəni hamı bir nəfər kimi onun ağzından çıxan hər belə sözü, hər kəlməni belə güdürdü ki, nəsə deyəcək, bizim əhvalımız yüksələcək, keyfimiz açılacaq. Çox əyləncəli insan idi. Çox maraqlı idi yəni. Canlandırmaq istədiyiniz rol varmı? Həmişə marağım olub. Qorxu filmlərinə çox baxırdım uşaq vaxtı. İndi baxmıram amma. Onda həmişə deyirdim ki, mən qorxulu kinoya çəkilmək istəyərəm. Vampir falan olaram. Amma Tom Cruise rolunda da oynaya bilərəm hardasa. Nə bilim, maraqlıdır mənə. Rejissorlar məni hansı rolda görür. Məşhurluq həyatınızda ən çox nəyi dəyişdi? Belə deyim də, o qədər rahatlığıma, azadlığıma düşkün insanam ki, biraz onu əlimdən alıb hardasa, yəni belə hələ mən rahat adamam, yəni çox yerə gedirəm, gəzirəm dostlarımla, otururam çox yerdə. Görürüm ki, onlar mənə görə daha çox narahat olur ki, falan yerə gəlirsən, hə onda keçək bu yerə, yaxud da kabinetə keçək, yəni görürəm ki, əşi, boş verin də, yəni mən o qədər rahatlığıma düşkünəm ki, istəmirəm ki, o elə bir şeylərlə özümü sıxım. Amma təbii ki, yaxşı tərəfləri də var tanınmağın. Çünki mənə bir çox yəni ölkələrin, dünyanın qapılarını açdı da, yəni o da var. Yəni daha çox insanlar məni tanıdı, daha çox sevgilərini hiss elədim insanların, gördüm. Onların rəğbəti, hörməti, təbii ki, biz sənətçilər də onların sevgisindən bəslənirik. Bu da bizim üçün çox xoşdur, stimul. Sizcə möcüzə qadın bugünün qadınını necə təsvir edir? Mən o mahnını konsertində də yəni anama həsr eləmişdim. Yəni bütün möcüzə analar üçün gəlsin. 14 fevral Sevgililər günüdür. Bu günün sizin üçün əhəmiyyəti varmı? Yox. Yoxdur. Sevgililər gününün belə deyim də, Gəncəlilərə hər zaman müraciət eləyəndə ki, Gəncəyə gəlirəm, 14 fevralda gəlirəm. Məni bilirəm ki, o günü siz tək qoymayacaqsınız. Sizin sevginizə güvənib gəlirəm. Sevmək insanı gücləndirir yoxsa zəiflədir? Məncə gücləndirir. Mən əslində sevməyi sevirəm. O hissi sevirəm. Sadəcə olaraq o deyir, kim nəyi istəyir, olmur. Məndə də elədir. Sevdiyin insan üçün nələrdən keçmək olar? Əslində mən vaxtı ikən çox fədakar insan olmuşam. Yəni çox şeydən keçmək olar əslində. Amma indi deyə bilmərəm də, onu gərək sevəndən sonra deyim. İndi nə desəm biraz səmimiyyətsiz çıxar deyə heç nə deyə bilmərəm bu barədə. Məncə keçməyə gərək yoxdur. İnsanlar yəni bir-biri üçün yaxşı mənada keçə bilər. Yəni özünü qurban verməməlidir də bir-birinə. Hörmət eləməlidir. Yəni orta yolu bulmalıdır. Bir-birini başa düşməlidir. Bir-birlərinə əksinə belə deyim, bir-birlərini nəsə qatmalıdır. Bir-birlərini inkişaf elətdirməlidir ki, o yolda doğru addımlaya bilsinlər. Heç vaxt şan-şöhrət marağında olmamısınız. Ailəni sənətdən üstün tutmusunuz. İkinci dəfə bu addımı atarsınız. Həmişə demişəm, böyük-böyük danışmağı sevmirəm. Yəni heç vaxt deyən adam olmamışam. İstəyərəm ki, mənim özümə qalsa, mən istəyərəm ki, mənim həyatıma elə bir insan gəlsin ki, o mənim yanımda mənimlə bir yerdə addımlasın. Yəni mənə dəstək olsun. Deməsin də o. Yəni məni necə görübsə elə də qəbul eləsin də. Yəni deməsin onu eləmə, bunu elə. Yəni oxuma. Zaten elə görüb də. Belədir ki, oxuyub deneyinirik ki. Çinarə xanım, belə bir ənənəmiz var. Ulduzlu saatda ürəyinizdən keçən bir həmkarınıza bir mahnı ünvanlamalısınız. Mənim bu sənətdə tanınmağımda böyük rol olan
Mənim dəyərli, əziz dostum Hacıbəy Heydərliyə oxuya bilərəm bir mahnı. Çünki mən onun sayəsində, yəni ilk dəfə məni o paylaşdı. Mənim o utancaq tərəfimi ilk dəfə o kəşf elədi, gördü ki, sən utancaqsan, sənə dəstək olmaq lazımdır. Ona görə də sağ olsun o paylaşdı, mənə dəstək oldu. Onun paylaşımından sonra insanlar artıq gördülər, başladılar tanımağa, sevməyə, paylaşmağa. Bunlar hamısı bir günün içində baş verdi. Ona görə də mən ona demək istəyirəm ki, sevgilim tut əlimdən, gedə yüzü küləyə, rahatlıq gəzmirəm mən, gedə yüzü küləyə. Sevgilim tut əlimdən, gedə yüzü küləyə, rahatlıq gəzmirəm mən, gedə yüzü küləyə. Çox sağ olun Çinarə xanım. Siz sağ olun. Siz bunu dedinizsə mən də təşəkkür edim Hacıbəyə ən azından vəsilə olduğu üçün bu görüşə. Bizi qovuşturduğuna görə. Çinarə xanım, müsahibə üçün təşəkkür edirəm və sizə konsertdə uğurlar arzulayıram. Çox sağ olun, mən təşəkkür edirəm. Çox şad oldum sizləri tanımaqla.